Hər kəsi salamlayıram. Bugünkü material təhlilimizə birbaşa keçid edək. Gəlin etiraf edək, yəqin ki, hər birimiz ən azı bir dəfə heç bir strukturu olmayan xaotik məlumat yığınları ilə baş-başa qalmışıq. İstər işdə, istərsə də şəxsi layihələrdə bu dağınıq data ilə işləmək əsl baş ağrısıdır, elə deyilmi? Məlumatın çox olması əladır, amma o səliqəsiz olanda sanki boynumuzda taşıdığımız bir yükə çevrilir. Məhz bugün mənbə materialımıza əsaslanaraq diqqətimizi çox vacib bir mövzuya yönəldəcəyik. ETL istifadə edərək non-relational datanı necə faydalı informasiyaya çevirə bilərik? İndi isə gəlin bu məsələnin dərinliyinə enək. Özünüzü böyük bir səhər yeməyi şirkətinin marketinq meneceri kimi təsəvvür edin. Əsas hədəfiniz nədir? Əlbəttə ki, rəqiblərin satışlarını təhlil etmək. Bunun üçün nəhəng bir supermarketlər şəbəkəsi ilə müqavilə bağlayırsınız. Onlara məhsullarınıza kiçik bir endirim edirsiniz. Qarşılığında isə rəqiblərin tam satış məlumatlarını alırsınız. Çox əla bir razılaşmaya bənzəyir. Siz böyük bir həvəslə o məlumatları gözləyirsiniz, amma fayl gəlib onu açdığınız anda əsl kabusla üzləşirsiniz. Çünki qarşınızdakı mənzərə tam olaraq budur. Hekayəmizin əsas mənfi qəhrəmanı ilə tanış olun. Bu, sözün əsl mənasında dəhşətli bir cədvəldir. Fikir verin, kimsə sırf məlumat gözə daha rahat görünsün deyə, bura tamamilə lazımsız bomboş sütunlar əlavə edib. Amma bu hələ harasıdır? Yanvar, fevral, mart kimi aylar ayrı-ayrı sütunlarda verilib. Bu, database normalization prinsiplərini kökündən sarsıdan, təhlili sadəcə olaraq qeyri-mümkün edən bir dizayndır. Yəni, belə bir formatla database üzərində hər hansı ciddi bir əməliyyat aparmaq xəyalda belə çətindir. Odur ki, bugünkü baxışımızda bu yoldan keçəcək. Dağınıq məlumat problemi, ETL ilə tanışlıq, xam məlumatın çıxarılması, informasiya çevrilmə və nəhayət yekun yükləmə. Birinci bölmə, dağınıq məlumat problemi. Bizim qarşımızda iki yol var. Bir tərəfdə tətbiqləri çirkli məlumatlarla işləməyə məcbur etmək kabusu dayanır. Baxın, əgər proqram təminatınızı bu qeyri-standart, dağınıq məlumatlarla işləməyə məcbur etsəniz, bu sizə saysız-hesabsız kodlaşdırma xətaları, sistemin yavaşlaması və dəhşətli dərəcədə böyük əlavə xərclər bahasına başa gələcək. Digər tərəfdə isə məlumatları ən başdan bizim modelimizə uyğunlaşdırmaq yolu var. Məlumatları öncədən düzgün formata salmaq sizin həm vaxtınızı, həm də büdcənizi ciddi şəkildə qoruyacaq bir addımdır. İkinci bölmə, ETL ilə tanışdıq. Bəs bu möcüzəvi həll yolu nədir? ETL, yəni Extract, Transform və Load. Sadə dilinə desək, bu xarici xam məlumatları sizin relational database-inizin dizayn qaydalarına uyğunlaşdıran sistemli prosedurlar toplusudur. Bunu gözünüzün önündə belə canlandırın. Otağınız darmadağındır. Hər şey bir-birinə qarışıb. Siz ETL vasitəsilə əvvəlcə bütün əşyaları bir kənara yığırsınız, sonra lazımsızları atıb qalanları çeşidləyirsiniz, ən sonunda isə hər bir əşyanı düz aid olduğu rəfə, ip kimi səliqə ilə yerləşdirirsiniz. Bu qədər sadə və effektiv. Bayaq bəhs etdiyimiz o xaotik dənli bitki cədvəlini də məhz bu üç kritik mərhələdən keçirməliyik. Addım 1, Extract. Məlumatı olduğu xarici mühitdən elə xam şəkildə çəkib çıxarırıq. Addım 2, Transform. Bu, ən vacib prosesdir. Yəni, datanı dəyişdirir, təmizləyir və o gözəl struktura salırıq. Addım 3, Load. Yekin olaraq onu təmiz və mükəmməl şəkildə öz əsas database-imizə yükləyirik. Üçüncü bölmə, xam məlumatın çıxarılması. Təbii ki, xarici və heç bir modeli olmayan non-relational məlumatı birbaşa əsas sistemimizə ata bilmərik. Bu, əsl fəlakət olar. Xoşbəxtlikdən, database idarə etmə sistemlərinin əksəriyyətində prosesi asanlaşdıran xüsusi import alətləri var. Biz sadəcə o qorxunc Excel cədvəlini götürürük və təmizləmə əməliyyatına başlamaq üçün müvəqqəti bir staging environment-a, yəni sınaq mühitinə atırıq. Bu mərhələdə data hələ də çiklidir, amma artıq tam olaraq bizim nəzarətimizdədir və əməliyyata hazırdır. Dördüncü bölmə, informasiyaya çevrilmə. Və burada həqiqətən maraqlı olan odur ki, biz işin ən həlledici, ən kritik və deyərdim ki, sehirli mərhələsinə qədəm qoyuruq. Gördüyünüz bu proses transform mərhələsinin əla bir vizual nümunəsidir. Burada Table Analyzer-dən istifadə edərək məhsul adlarını ayrıca normalizə bir cədvəl ayırırıq. Xatırlayırsınızsa, o dağınıq faylda eyni məhsul adları dəfələrlə, bəlkə də yüzlərlə dəfə təkrarlanırdı. Transform alətləri bu qarışıq adları dərhal yoxlayır, onları rəqib məhsullarının olduğu xüsusi bir cədvəllə birləşdirir və ən əsası hər birinə düzgün bir primary key təyin edir. Bununla da o cansıxıcı məlumat təkrarlanmasının qarşısını alıb ilk mükəmməl nizamı yaradırıq. Lakin işimiz bununla bitmir. Bəs o ayrı-ayrı sütunlara səpələnmiş aylarla nə edəcəyik? Bax burada, biz birbaşa SQL-in gücünə müraciət edirik.
Ekrandakı bu Union All sorğusu həmin o ayları yan-yana sütunlardan götürüb səliqəli şəkildə alt-alta sətirlərə çevirmək, yəni unpivot etmək üçündür. Bu zərgər dəqiqliyi tələb edən çevirmə əməliyyatından sonra əlimizdə tamamilə normalized bir struktur qalır. Hər bir məhsul və hər bir ay üçün yalnız və yalnız bir dənə səliqəli sətir. Budur, adi, lazımsız xam məlumat artıq gözlərimizin önündə əsl analitik informasiyaya çevrildi. 5-ci bölmə, yekun yükləmə. Bu hissə möhtəşəm şəkildə nümayiş etdirir ki, təmizlənmiş, az qala parıldayan məlumatlarımız nəhayət ki öz daimi evinə, yəni relational database-ə daxil olmağa hazırdır. Təbii ki, bugünkü mənbə təhlilimizdə problemi sadə bir dənli bitki ssenarisi üzərindən qavradıq. Ancaq reallıq qat-qat böyükdür. Qlobal miqyaslı təşkilatlarda milyardlarla, trilyonlarla sətirlik məlumatlar uçuşur. Bu cür dəhşətli yükü qaldırmaq üçünsə, şirkətlər bu korporativ səviyyəli nəhəng ETL alətlərinə güvənirlər. İstər Microsoft'un SSIS aləti olsun, istər Oracle Data Integrator, istərsə də IBM Infosphere Data Stage. Bütün bu alətlər dayanmadan sel kimi axan fərqli məlumatları avtomatik çəkib bir saniyədə mükəmməl formata salaraq sistemə yükləməyə xidmət edir. Onlar bir növ bu rəqəmsal dünyanın görünməz qəhrəmanlarıdırlar. Gəlin bir şeyi açıq etiraf edək. Məlumatı elə kənardan gəldiyi kimi qəbul edib istifadə etmək insana çox cəlbedici və asan görünə bilər. Ancaq o məlumatları ən başdan təmizləmək və çevirmək üçün sərf etdiyiniz enerji, fərqli və qarmaqarışıq mənbələrə baxmayaraq, uzun illər boyu başa düşülməsi və idarə edilməsi son dərəcə asan olan bir database yaradır. Təmiz məlumat dayanıqlı və uğurlu biznesin tək sarsılmaz təməlidir. ETL prosesi isə o təməli quran ən usta memardır. Odur ki, datanıza dəyər vermək, onu gələcək üçün hazırlamaq ən böyük sərmayənizdir. Bugünkü təhlilimizi izlədiyiniz üçün təşəkkür edirəm. Təmiz data hər zaman tərəfinizdə olsun.